Deməli, kimya reaksiyanın sürəti kim test toplusu 5-ci sual. Oksijenə görə sürət nə veribdir? 0,28. Oksijen başlanğıc qatlığı 0,2-dir. 5 saniyədə sonraki qatlıq tapmaq lazım. Sıfırdan 1028 oksijenə görə sürət. Deməli, tənliyə görə burada oksijen başlanğıc qatlığı 0,2-dir. Və 5 saniyədən sonra oksijen qatlığı isə tap deyil. Eləmi? Qatlı tap. Deməli, nə deyirik? Oksijen görə sürət bərabərdir. Yəni C1 çıx C2 görsün delta tam. Yəni 0,28 bərabərdir 0,2 çıxılsın C2 bölünsün 5. Şimdi C2 nəyə bərabərdir? Deməli, C2 nəyə bərabərdir? 0,6 mı? Yəni G bəndi. 21-ci sual. Deməli, deyir ki, hidrogen sürəti müəyyən edək. Burada azotun qatılımı verir, düzdür. Əvvəlcə nə qədərdir azotun qatılımı? 4-dür. Sonra da 1-ə düşdü. Deməli, 21-də azotun əvvəlki qatlığı 4-dür. Dört molya və 30 saniyədən sonra qatlıq nə qədər olmuşdur? 1 molya. 30 saniyə. Təbii ki, burada azotun qatlığı verdiği üçün əvvəlcə azotun sürəti tapılır. Əvvəlcə azotun sürəti tapılır. 4 çıx nədir? 1 bölünsün 30. Bu da neçə eləyir? 0,1. 0,1. Yaxşı. İndi sonra deyir ki, bu tənliyə əsasən nə deyir? Hidrogenə görə sürəti tap deyir. Hidrogenə görə sürəti tap. İndi tapın. 3'ə vuracaq. Bəli. 1'ə 3-dürsə 0,1'ə nə düşür? 0,3 düşür. Yəni buna görə sürət 0,3'dür. A bəndə. 23. Deməli, burada azotun qatlığının dəyişməsi qrafiki veribdir və amonyakın qatlığını soruşur. Azot nə qədər dəyişibdir? 0,5'dən 0,1'ə qədər. Yəni 30 saniyə müddətində. Yəni nə qədər olur? Deyirik. Azotun dəyişən miqdarı 0,5'dən 0,1'ə qədər dəyişir. Yəni 0,4 molyardır azot. Və amonyakın qatlığı soruşur. Düzdür? Amonyakın qatlığı. Sual işarəsi. Nə deyirik burada? Reaksiyanı yazdıq. Və amonyak qalır. Bu ilə bunu müqayisə edik. 1 mola 2'dirsə, 1'ə 2'dirsə, 0,4'də də deməli bu nə qədər olacaq? 0,8. Deməli, amonyak 0,8 molyardır. D bəndi.
Yox, orada sürət istəmir ki, qatlıq istəyir. Bildin? Qatlıq. Deməli, 49-cu sual. Qrafikdə görür ki, 10-cu saniyədə qatlıq nə qədər oksigen? 2. 30-cu saniyədə qatlıq 2,8. Və oksigen görə sürət nə qədər verir? 0,1. X-i tapdı. Deməli, tam 1, 10-cu saniyə. Tam 1-də oksigenin qatlığı. X-dir. Tam 2, 30-cu saniyə. Tam 2-də qatlıq nədir? 2,8. Və oksigen görə sürət nə qədər verir? 0,21. Hə, indi nə yazırıq? Oksigen görə sürət bərabərdir. C1 çıxaq, C2 bölünsün. Bu da delta tamda, hə? Delta tamda neçə olur? 20 saniyə. Hə. Bölünsün delta tam. Deməli, nə yazırıq? 0,21 bərabərdir. 2 çıxılsın. 2,8 bölünsün 20-yə. Aha, x nəyə bərabər? X də bərabərdir 7. Cavab 7. 49-da cavab 7. 53. Reaksiya 40 dərəcədə 10 saniyə başa çatırsa, həmin reaksiya hansı temperaturda 5 saniyə başa çatır. Zamanla sürət tərs asılıdır. Temperatura misalda 2-dir. Deməli, T1 40 dərəcə. 40 dərəcədə tam 1, 10 saniyə. Başa çatırsa, tam 2, 5 saniyə başa çatırsa, deməli, hansı temperatur? T2 bərabər sual işarəsi. Temperatur əmsalda nədir? 2 verir. İndi nə deyirik burada? Tam 1 bölünsün tam 2 bərabər qammasdır. Nədir? T2 çıx. T1 bölünsün 10. Hə. İndi burada, bəli, yerinə yazıq da. 10 bölünsün 5 bərabər nədir? 2 üstü T2 çıx 40. Böl 10. T2 bərabərdir neçə? 50 Selsius. Belə. Yaxşı, cavab 50-dir. 55. Deməli, qrafik etdik. Burada amonyakın dəyişməsidir, hə? Azota və hidrogen amonyaka görə sürətləri uyğunluğu müəyyən edir. Məsələn, burada amonyaka görə yetki verildir. Məsələn, 20-ci saniyədə nə qədərdir qatlığı? 1,8. 30-cu saniyədə 1 olmuşdur. Yaxşı. Baxa. Deməli, amonyak tam 1, 20 saniyə. Qatlıq nədir? 1,8 olmuşdur. Tam 2, 30 saniyə. Qatlıq 1 olmuşdur. İndi burada nə qədər vaxt sərf olunubdur? 10 saniyə. 10 saniyə. İndi yaxşı. İndi amonyaka görə sürəti tapırıq. Nə deyirik? C1 çıxaq, C2, delta T. Nəyə bərabər deyirik? 1,8 çıx 1, böl 10. Neçə eləyəcəkdir? 0,8. Yaxşı.
İndi burada tənləyəcəklər. Buna görə əmsala deyək, bax, 2, 1, 3 deyirik, hə? İndi sürət buna görə 0,8-dirsə, onda azdaca sürət nəyə bərabərdir? Buna görə sürət nəyə bərabərdir? Hə, azdaca sürət nəyə bərabərdir? 0 tam neçə? %4. Bəs hidrogenə görə 0 tam %12. Yaxşı. Deməli, bu azotdur, ikisdir. Hidrogen Y-dir. Amonyak da nədir? Bu da Z-dir deməli. Yaxşı. Deməli, X. X deməli 0 tam %4. Bu B-dir. Hə? 1B. Y. Y 0 tam %12. Bu Y-dir. Z deməli 0 tam %8. Bu da S-dir. Belə. 29-cu sual. Hansı reaksiya tərcih 2 dəfə artırsa, reaksiyanın sürəti 8 dəfə artır. 8 2 üstü neçədir? 3. 2 üstü 3, 8. Bu 3 nədir? Reaksiya girən maddələrin əmsalların cəmidir. Əmsalların cəmi. Reaksiya girən maddələrin nədir? Əmsalların cəmi. Bax görə hansında əmsalların cəmi 3-ə bərabərdir. Məsələn, A bəndi. Suyun elektrolizi. Suyun elektrolizi necə deyirik? Su elektroliz edəndə hidrogen və oksigen. Belə. Buna görə, məsələn, deyək ki, bu buxar haldadır. Buna görə V homogen bərabərdir. Burada deməli hidrogen suya görə desək, V homogen bərabərdir. Suya görə desək, tərcihin təsiri də deyək ki, K vurulsun, nədir? pH2-10-un kvadrat. İndi burada tərcih 2 dəfə artır, sürət neçə dəfə dəyişir? 4 dəfə artır. Yəni 2 üstü 2 olur. Deməli bu deyilmiş. Sonra məsələn, amonyakın parçalanması. Amonyakın parçalanması nədir? Yəni bu cürdə N2 plus H2. Bunu da əmsallaşdırsaq, nə deyirik? Bura 2, hə? 3. İndi burada amonyakın parçalanmasına görə desə, onda V homogen bərabər K vurulsun NH3-ün nədir? Kvadratı. Onda da nə deyər? 2 üstü 2 olacaq. 4 dəfə. Deməli, bu da deyil. Məsələn, sonra C variantına baxaq. Suyun sintezi. Suyun sintezi sintez nə demək yəni? Birləşməsi. Hidrogen oksigenlə reaksiyasından alınır su. Deməli, burada necədir? V homogen bərabər, hə? K vurulsun pH2-nin kvadratı PO2-nin üstü 1. Onda burada necə olur uşaqlar deyirik? 2 üstü 2, 2 üstü 1, hə? 2 üstü 3. Yəni əmsalların cəmi 3-dür, düzdürmü? 8 dəfə. Eləmi? Demək, cavab nədir uşaqlar? C variantıdır. Məsələn, hidrogen kloridin sintezi. H-klorun sintez deyəndə necə yazırıq? H2 plus klor 2, 2H-klor. İndi buna əsasən necə yazıq? Məsələn, V homogen bərabər K vurulsun pH2 P klor 2. Bildik, burada da olmur da. 4 dəfə dəyişir. Necə? Hə. Yaxşı. İndi məsələn, amonyakın sintezi.
Amonyakın sintezi nedir? Necə yazaq? N2 plus 3H2. 2NH3. Şimdi burada ne yazacaq? V homogen beraber K vurulsun N2 pH2'nin kubu. Hə. Burada bəli 2 üstü 4 olur da 16 dəfə dəyişir. Deməli bu deyil. Cavab C-dir. 35. Deməli sürətin dəyişməz. Birinci qabda qabın həcmini 2 dəfə artırsaq. Qabın həcmi 2 dəfə artırsa sürət necə dəyişir uşaqlar? Qabın həcmi 2 dəfə artırsaq sürət 3 dəfə nə edir? Təzyiq 2 dəfə azalar. Qabın həcmini 2 dəfə artırsaq təzyiq 2 dəfə azalar. Deməli birinci reaksiyada H2 qaz, xlor2 qaz. Hə. Deməli birinci reaksiyada qabın həcmini 2 dəfə artırsa. Deməli təzyiq 2 dəfə nə edir? Həcm 2 dəfə artırsaq qabın həcmi genişlənir. Təzyiq 2 dəfə nə edir? Təzyiq 2 dəfə azalır. Azalır. Hə. İndi belə deyək də, bunun təzyiqi pH2, bu da P xlor 2. İndi V homogen bərabər nə deyirik? K vurulsun, hə? pH2, P xlor 2. Hə, sürət neçə dəfə dəyişəcək deməli, təzyiq 2 dəfə azalarsa. Deməli, 2-də 1, 2-də 1. Hə, nə olacaq? 4-də 1. Hə, 4 dəfə azalacaq. Təzyiq 4 dəfə azalır. Yaxşı. İkinci reaksiya. İkinci reaksiyada qabın həcmi 2 dəfə azalsa. Qabın həcmi 2 dəfə azalsa, qabın həcmi 2 dəfə azalsa, təzyiq nə edəcək deməli? Hə? 2 dəfə artır. Təzyiq 2 dəfə artır. Yaxşı. İndi təzyiq 2 dəfə artırsa, şimdi burada nə yazacaq? V homogen bərabər K vurulsun pH2'nin nəyi? Kvadratı pO2. Düzdür? Hə. Onda nə deyəcək? 2 üstü 2, 2 üstü 1. 8 dəfə nə edəcək deməli? Artır. Hə? Birincində 4 dəfə azalır, ikincində 8 dəfə artır. Nə variantıdır? Y variantı. Yaxşı. 37. Deməli, burada 37. Birinci tərcüməni yazacaq. Ya ikinci tərcüməni. Ən hansı biri ilə götürək. Mesela birinci tərcüməni yazsa, başlanğıc, x-in başlanğıcı 0.1-dir. Artıq qalan miqdarı yoxdur. Yəni, nə qədər x sərf olundu? Tam sərf olundu. Yəni, 0.1 sərf olundu. Y-in başlanğıcı neçədir? 0.5-dir. Deməli, artıq qalan 0.1. Nə qədər sərf olundu? 0.1. Bəli. İndi biz ona görə deyək ki, tərnik quraq. Yazaq. Deməli, birinci təcrübə x-in başlanğıcı, yəni x belə deyək də, birbaşa yazaq. Qabın həcmi 1 litrdir. Qabın həcmi 1 litrdir. Deməli, x-in başlanğıcı 0.1-dir, artıq qalan 0-dır. Deməli, x nə qədər reaksiya daxil oldu? 0.1. Hə, y başlanğıcı 0.5-dir. Artıq qalan nə qədərdir? Deməli, 0.2, yəni 0.5-dən 0.2-ni çıxırıq. 0.3 mol sərf olunur, düzdür? Hə, indi bunun tənini qururuq. Məsələn, x üstə gələk, y
alınır Z. Onda nə deyirik? Bu 0,1, bu isə nədir? 0,3. Hansı nisbətdə olacaq deməli? 1-in 3-ə nisbəti. 1-in 3-ə nisbəti. Aydındır? Hə. İndi buna əsasən deməli, kinetik tənlik necə olacaq? K vurulsun, X vurulsun, Y-in kubu. Bəli. Yəni, hansı olacaqdır? C variantı. 49. Eyni şəraitdə verilmiş miqdarda maddələr tərcih edilmiş. Eyni həcmli qablarda. Qabların həcmi eynidir. Eynidir. İkinci qabdakı reaksiya, birinci qabdakı reaksiya nisbətən sürətli gedər. Şimdi biz bunları mola çevirəcəyik. Məsələn, tənliyi qabın həcmi eynidir. Hər ikisində qabın həcmi eynidir. Məsələn, tənlik ümumiyyətlə belədir də, N2 plus 3H2 2 NH3. Məsələn, burada qatlıqla deyək ki, məsələn, azotun qatlığı, hidrogenin qatlığı CH2. Bu tənliyə görə necə yazıq? V homogen bərabər nə deyər uşaqlar? K vurulsun, CN2, CH2-nin nəyi? Kubu deyirik. Elə deyil. Məsələn, birinci qabda azotun əməyi neçədir uşaqlar? 28. Bəs hidrogen əməyi neçədir uşaqlar? 2. Yaş. İndi məsələn, 28 qram hidrogen verir. Məsələn, bunu mola çevirməliyik. Neçə mol deməkdir? 14 mol deməkdir. Yaş. Burada hidrogen 14 moldur. 28 qram azot. Bu neçə mol deməkdir? 1 mol deməkdir. Yaş. Azot 1 moldur. İndi burada buna görə necə olacaq? Məsələn, birincinə görə burada sürət necə olacaq? Yəni, bu üstüra görə deyək də, hə? Nə yazacaq uşaqlar? K vurulsun, 1, hə? Azot da, yəni, hə? Vurulsun, neçə? Bu neçədir uşaqlar? 14-dür da. 14 üstü neçədir uşaqlar? 3. Bu birinci qaba girədir. Bildiniz? İkinci qabda nə yazıq deməli? 28 deməli mol hidrogendir. 28 qramda azotdur, yəni 1 mol demək. Yaxşı. İndi burada ikincinə görə. Yəni K vurulsun, 1 vurulsun 28-in nəyi? Kubu deyirik. Onda deyirik ki, ikincinin birincinə görə sürəti nəyə bərabərdir? Nə yazılır? 28-in kubu bölünsün 14-ün kubu. Burada neçə olacaqdır? 8 olacaq. Yəni nisbəti 8-dir.